Dostlar, bundan qabaqki videolarımın birində dedim ki, məndə bir qutu futbolçu kartları var. Siz də yorumlarda nə qədər yazdınız ki, o futbolçu kartlarının videosunu çək. Qardaşımız ölməyib ki. İllərdir bu qutunu özüm də açmıram dostlar. İçinə bax doludur və başlıqda Ronaldo ilə Messi və Ronaldo daha. Görürsüz? Ciddi uşaqlar. Özüm də həyecanlıyam. Çoxdandır bu qutunu açmıram. Baxmamışdan öncə videoya like atın, kanala aşağıda abunə olun. Abunə olmadın axı. Abunə ol, sonra təkəcəm. Abunə oldun. Əla. Getdik. Hadi hazırlaş. 3 2 1. Bildirişi açmamışsan, bildirişi aç. 29 gündə hər gün video atırıq uşaqlar. Sabah 30-cu videonu atıb bunu partladıb qeyd eləyəcəyik, bitirəcəyik, dayaq getdik. Bu nədir la? Xiyar, bunlar futbolçu kartları deyil. Logo Center. Oha! Bakı Metropolitanın əvvəlki kartı. Arkasında da bizdən bizə yazılıb. Bizdən bizə? Bizdən bizə nə deməkdir, brat? Şinos. Təsbih zat çıxdı qardaşım. Mən əvvəl uşaqlar getdiyim hər yerdə kart fırladırdım. Buna baxın nə qədər kartlar var ala. Ala bazarçıların bonus kartı. Kapital Bank zad var ya brat burada. Xiyar, mən kimin kartını uğurlamışam ala. Nənəmin bensin kartı çıxdı. 2018-in kalendarı var kartın arkasında. Əvvəl git kimi hara gedirdim kart yığırdım. Burada qardaşım VIP klub kartı zad var ya. Mən əvvəlki həyatım necə olub ala. 2016. Görürsüz hansı mağazaya getmişəm? Oradan kartlar yığmışam. Neyse, videomuz futbolçu kartlarıydı. Stomatoloji klinika, aptek, uzman doktor Qılman Hoca, nə bilim ala, Səhiyyə Nazirliyi, Mercedes BMW aksesuarları. Ala, git kimi nə qədər kart var burada. Bu qədər kart lazımsız idi bunun içindən çıxan. Bunu qutumuza atırıq, qutunu bağlayırıq. Keçirik əsas canavarlara. Ona nə qədərdir sadik. Əvvəl futbolçu kartlarının arxalarında belə, indi bilmirəm bunlardan olur ya yox. Əvvəl pozurdun, bu hədiyyələrdən heç vaxt çıxmırdı. Ancaq yazılırdı ki, təkrar şansınızı yoxlayın. Soxurdular da uşaqlar. Bunun arxası nə gözəldir. Sizcə bu kartın arxasındakı futbolçu kimdir? Yorumlara yazın. Yazın. 1 2 3. Kylian Mbappe. Rusiya 2018 dünya çempionatının kartları var məndə dostlar. Hamısını əlimə yığacam. İndi boyuna baxacağıq məndə nə qədər kart var. Nə bekar olmusan ala. Qardaşım, işte bizim fanatikliyimiz. Bax, bu qədər futbolçu kartı var. Bəlkə burada neçədən olar Sadiq? 1000 dənə olar. Hadi basmadı da 1000 dənədir. 500 olar. Yox. Gir sayın. Say. Videonun axırında bu kartları sayacağam. Bunların hərəsi ayrı-ayrı 10 qəpiyə alırdım. İçindən saqqız da çıxırdı, kart da çıxırdı. Bunlar məsələn görsə arxalar fərqli-fərqlidir. Amma arada da olurdu paçkalar çıxırdı. Paçkada məsələn arxasına bax Sadiq. Görsən, hamısı eyni paçkadan çıxıb. Bir paçka alırdıq məsələn 3 manata, 4 manata. Özə bunun üstündəki bunlar futbolçular deyil. Futboldan önəmli anlardı. Məsələn Barselonanın qol sevinci yaşadığı an. Bunlar kimdir ala qaralar? İrqçi deyiləm uşaqlar, ümumiyyətlə də qaradılar. David Luiz'in Suarez'dən topu aldığı an. Bəlkə bu şəkil Suarez'in özündə yoxdur. Bu hansı klubdur? Bir dənə dostlar yazın, bilmirəm. Marcelo'nun baş məşqçisi ilə görüşdüyü anlar falan. Bunlardan bəlkə futbolçudan xəbəri yoxdur. Oy da, bu çox zordur. Baxın dostlar, Messi zərbə vurur, qapıçı tutur. Edinson Cavani, bu futbolçunu tanıyanlar var yəqin ki. Cavani'nin qaçdığı anda mənim ondan zəhləm gedirdi. Barcelona bir dəfə udmuşdular, ağlamışdım mən də gecə. Yorğanın altında nə qədər ağlamışdım. İstəyirsən bu kartları bir dənə bura yığım, yaxından çək görsünlər məndə kimlər var. Ən əsas oyunçuları yığacam. Uşaqlar, belə kart var. Kartın qabağında Müllerdir, arxasında Mbappe'nin şəkli var. Yəqin bu həmin markanın üzü olub Mbappe. O ayrı. Bu kart mənim yadımdadır. Bunu dostumdan fırlatmışdım. Xəbəri yoxdur. İndi o uşaqla əlaqəm yoxdur. Köhnə oxuduğum sinifdə oxuyurdu. Bu videoya baxırsa gəlib kartını götürə bilərsən. Sonra baxın bura. Real Madrid, Barcelona Çempionlar Liqası. Belə kartlarda arxalarında da futbolçuları var. Parıldayır özdə bu kartlar. Belə eləyəndə futbolçu dəyişir ya yox? Parlayır, amma dəyişsə çox bomba olardı. Və dostlar, kartların bir hissəsini stola yığdıq. Bu sadəcə bəlkə əlimdə olan kartların 10%-dir stolda gördüklərini. Sadəcə yaxşı görəsiz deyə indi sizə göstərir. Futbolçuların adlarını, üzlərini tanıyın. Bir futbolçular məşhur deyil, mən onları məşhur eləyirəm. Bilirsiniz necə uşaqlar, bu futbolçuların bir çoxu indi artıq professional futbol karyeralarını bitiriblər. Çoxu futbolda oynamır hal-hazırda, amma bəziləri hələ də davam etdirir. Çünki köhnə futbolçulardır yəni. Bir də arada belə futbolçular var, oyda Newcastle-dan zəhləm gedir Qarabağı udublar deyə. Altda nələr yazılıb ola? Neçə futbolçunun neçənci ildə, neçənci gündə doğulduğu, doğum tarixi yazılıb, oynadığı pozisyon yazılıb və hansı milliyə məxsus olduğu yazılıb. Belə kartlar da var burada məsələn. Deyən Ronaldo'nun da elə kartı var burada. Baxın, Ronaldo yazılıb ki 1985 fevralın 9-unda doğulub deyə bura doğulduğu tarix. Portuqaliya millətli olduğu. Messi'nin də var beləncə kartı var. Bunlar hansı paçkadan çıxıb ala? Arxalarında da var parıldayan. Görürsüz, çox fərqli kartlar var. Eyni markanın kartlarını almamışam deyə. Nə marka çıxırdı məhəllədə hamısını alırdım.
İlk dəfə bunlar idi amma yadıma düşür ki, mənim sahib olduğum ilk kartı tapsam buradan sizə göstərəcəm. O biraz pis gündədir. Bir də bu belə saqqızlardan çıxırdı. Bu kart deyil. Bunlar kartdır. Bu isə həmin o dediyim saqqızların qapağıdır Sadiq bax. Onlardan bir iki dənə də olmalıdır burada. Ivan Rakitic. Avro 2016-nın kartlarıdır. Nəysə indi sahib olduğum ilk kartı axtarım. Tapsam göstərəcəm sizə. Bunu mən əvvəl çox sevirdim. Ramos'un çox yaxşı bir pozisyonda tutulduğu bir şəkil idi. Ronaldo'nun röveşatasını niyə çıxartmırdılar karta bilmirəm. Ən çox şəkli olan Ronaldo'dur məndə. Fərqli. Nə qədər şəkilli Ronaldo var bax. Beləsi var, parıldayan. Arkasında yenə Cristiano Ronaldo. İlk sahib olduğum Ronaldo da bu olmalıdır bu arada, səhv eləmirəmsə. Deyəsən ilk kartım buydu, Boateng. Hə, buydu. İlk kartım cırılmışdı. İkinci buydu uşaqlar. İlk dəfə özüm almamışdım. Onu dostumdan götürmüşdüm sinifdə. Sonra evə gəlmişdim. O cırıq idi. Dostum da cırıq idi deyə yəqin mənə vermişdi. Ondan sonra pis oldum hala. Ondan sonra gedib özümə 10 qəpiyə bunu almışdım. Bu çıxmışdı. Bunu da tanımırdım. Sonra başladı bu həvəs. İndi Sadiq mənə deyir ki, burada az kart var. Sadiq, davay, saymağa başlayırıq. Və dostlar, indi Sadiq öz dilinin zibilinə keçdi. Mən deyirəm burada 1000 dənə kart var. Sadiq deyir ki, yoxdur. Ona görə qardaşım, ala say. Saymağa başlayıb və odaqlanıb bu arada. Bax, qabağında bu qədər kart var. Sayıb bunları artıq. İndi mən də sayıram. Biz saymağa davam edirik. Siz o sırada təxminlərinizi yoruma yazın və kanala abunə olun. Və açıqlama anına gəldik. Sadiq neçə kart saydın? Sən də nə mən deyəcəm. Smeşfu. Yo, gəl biz sən neynəyək? Kart oyunu oynayaq. Əvvəl biz oynayırdıq. Futbolçunun başı üstə qoyurduq. Əlimizlə vururduq. Çevirməlisən kartı. Mən bu dəqiqə onu çevirə bilməyəcəm. Hansı dəqiqə çevirəcəksən bəs xiyar? Çevir Salih. Hadi çevir onu. Mən çevirdim. Sən deyəcəksən Salih. Neçə kart saydın? Yadımdan çıxdı. Həqiqətən yadımdan çıxdı sənin. 130 idi ya 140. Deyək ki 140. 140 dənə kart Sadiq saydı. 182 dənə kart da mən saydım. 322 kart var idi Sadiq orada. Bəs deyirdim 1000 var idi, 500 var idi. Mən dedim 250. Sən daha yaxın oldun. Dostlar, 29 gündə hər gün video atırıq. Like atın, abunə olun, sağ olun. Sağ olun. Ölüm qalım mübarizəsi verirəm. Videonun bu hissəsində videoya like atmağı, kanala abunə olmağı unutmayın. Yaşan yolda Sadiq satsın. Bunu fikirləşirlərsə həqiqi qəşəngdir. Bir fan buradan verir. Azza. Bu sənin 3-2-1 deyirəm, dadına baxırıq. Çox çıxma, birdən mədəmiz ağrıyır. Ya Allah, getdik. Maz içdim. Maz içdin? Az. Maz kimidir? Az. Nə qışqırırsan? Şirin şadı belə, nə şirin səslər atır belə. Bunun tötüsünü yiysinlər bu. Qaqa, mən siz yeyib içməyəm, siz mən gəlməmiş. Bu nə storydan? Elə bildim deyir mən siz tötüşümü yemişsiniz. Bugün o kadar değil. O kadar değil hocam. Hocam o kadar değil. Her Mahnılar bayaqdan qulaq asıra bilməmişəm. bunu yapamazsınız değil. Yapamam, yapmışam. Abla. Elə mi oldu? Qorxuram bir dəqiqə qorxmayacaq. Adamın psixologiyasını pazarı bu videolar. Salam. Qorxmuram səndən, hə? Gördünüz, qorxmuram dedim, dala çəkildi.